Dostlar salam. Excel VBA class modul dərslərimiz davam edir. Bugün artıq ikinci dərsimizdəyik. Biz keçən dərs, yəni birinci dərsdə yəni bəzi məlumatlara baxdıq class modul ilə bağlı. Hansı ki, ümumiyyətlə class modul nədir, obyekt nədir, necə yaranır. Həmçinin class modula xas olan bəzi member variable'lardan danışdıq. Həmçinin metodlardan və s. danışdıq. Və onların necə istifadə olunmasına və bir-birindən necə fərqləri var. Məsələn, burada as new birbaşa as new yazaraq hər hansı bir obyekti yaratmaq və yaxud da ki, dəyişən yaradıb da daha sonra onu set etmək arasındakı fərqlərdən danışdıq. Onları debug etməyi və s. Həmçinin nothing açar sözündən də danışmış olduq. Dostlar, class modulun tək yəni member variables və metodlarından da başqa property deyilən bir komponenti var. Hansı ki, property də eyni qaydada digərləri qədər çox istifadə olunan və koda xüsusi bir səliqə qazandıran, xüsusilə də komponentlərdən sayılır. Dostlar, gəlin o zaman birbaşa keçid eləyək. Yəni, bu property nədir, nə zaman istifadə olunur, hansı hallarda bizə köməyə gələcəkdir, onlar haqqında danışmağa çalışaq. Dostlar, ilk öncə mən burada member variable'ların ID, name, quantity, kategory falan yazmışıq. Eyni qaydada istəyirəm ki, mən artıq bu cədvəlimizin yəni sütun başlarını tamamlayaq. Yəni, unit price və sales price-dan da həmçinin yəni bura əlavə eləyək. Həmən mən qabaqçına burada artıq hazırlamışam. Bu şəkildə bunları da əlavə eləyək. Təbii ki də artıq düşünürəm ki, deməyə gərək yoxdur təkrar. Yəni, member variable'lar artıq bizim üçün sütun başlıqlarını, yəni cədvəlimizdə olan sütun başlıqlarını ifadə edir və cədvəlimizdə nə sütun başlığı varsa, minimum onların hər biri burada olmalıdır ki, bizim obyektimiz, yəni klassımız düzgün bir şəkildə çalışsın. Əks təqdirdə bundan başqa da təbii ki də müəyyən memberlar əlavə edə bilərsiniz. O artıq sizin yəni iş gedişatına uyğun olaraq, sizdən tələb olunan məsələlərə uyğun olaraq təbii ki də formalaşacaqdır. Dostlar, ümumi olaraq təkrar etmək gərəkirsə, biz keçən dərsdə public sub add deyə bir metoddan istifadə etdik və məqsədimiz də o idi ki, biz obyekti yaradarkən ona ehtiyac olan bu member variable'ları təyin etməliydik, yəni içərisini doldurmalıydıq. Sadəcə biz burada təbii encapsulation qaydasına uyğun olaraq biz private etdik ki, bunları birbaşa əlçatanlıq olmasın. Onun əvəzinə public sub metodu vasitəsilə biz onlara əlçatanlığı təmin edirik. Həmçinin də burada dostlar, baxın, public function, get name, get quantity və digərlərini təbii ki də yazmaq olardı. Həmçinin get metodlarını da burada əlavə etmiş olduq. Dostlar, baxın, həmin bu anda əslində bizim bu şəkildə add metodu yazırıq, bəzən get metodu və s. yazırıq. Təbii ki də burada, dostlar, get name yazmışıq, hansı ki get quantity yazmışıq. Belə baxanda buna set name, set quantity də yazmaq olardı. Yəni, iki dənə prosedür yaradardıq, onları da əlavə etmək. Yəni, onların vasitəsilə də yəni add-in əvəzinə onlar vasitəsilə də bu member variable'ları doldura bilərdik əslində. Sadəcə onu keçən və yazmadıq. Mən istədim ki, bunu birbaşa property vasitəsilə edək. Dostlar, baxın, burada bizim public sub yazdığımız add, bu bizdə member variable'ları doldurmaq üçün istifadə olunurdusa, get name'lər də, get quantity-lər də eyni qaydada məlumatı geriyə qaytarmaq üçün istifadə olunurdu. Lakin dostlar, bunun bu şəkildə, add metodunun bu şəkildə istifadəsi əslində düzgün deyil deməyək də, sadəcə ümumi olaraq, ümumi istifadədə, yəni beynəlxalq bir təcrübədə baxdığımız zaman bu şəkildə istifadə olunmur. Add metodu birbaşa, dostlar, cədvəlimizə, yəni bizim Excel səhifəsi üzərində və ya haradasa database-ə birbaşa məlumatları add etmək üçün istifadə olunur. Yəni ki, biz burada sadəcə member variable'lar əlavə eləmişik. Yəni, keçən dərsdə sadəcə praktik eləyib öyrənmək üçün, amma əslində add metodu birbaşa cədvələ məlumatı əlavə etməlidir. Lakin dostlar, təbii ki də bu cədvələ fikir verirsinizsə, hətta member variable'ların özlərinə belə təyin etməmişdən öncə əslində bir müəyyən bir yoxlamalardan keçir. Baxın dostlar, elə bu anda əslində mən burada təbii ki də sadəcə quantity-ni yoxlamışam. Belə baxanda mən gəlib də burada eyni qaydada ID-ni də yoxlaya bilərəm. Düzdürmü? ID-nin sıfırdan deməli aşağı olan hallarda da, yəni sıfırdan kiçik olduğu hallarda da eyni qaydada mənə bir mesaj, yəni xəta mesajı verə bilərəm ki, yəni bu da ola bilməz və exit sub deyərəm. Fikir verirsiniz dostlar, burada mən nə qədər yəni member variable'larım varsa, onlara uyğun olaraq yəni bu şəkildə xəta yoxlamaları aparası olsam, əslində add metodunun içərisini də bu şəkildə yəni daha da şişirtmiş oluram. Hətta təsəvvür edin, bəzən olur dostlar, bizdə tək bir variable üçün yəni bir dənə yoxlama deyil də, bəzən bir neçə dənə yoxlama etmək ehtiyacı olur və düşünün o zaman yəni add metodunun içərisini nə qədər getdikcə genişləyəcəkdir və bu təbii ki də dostlar bir metod içərisində
Yəni kodların uzunu, yəni çoxlu kod yazmaq əslində texniki olaraq problem olmasa da, əslində yəni qəbul olunan bir variant deyil, qəbul olunan bir məsələ deyil. Yəni maksimum dərəcədə 20-25-dən və ya 30 sətirdən artıq kod yazılmamalıdır. Yəni daha səliqəli kod struktur yaradılması üçün. O səbəbdən dostlar, belə bax, sırf bu məsələlər üçün, həmçinin də digər məsələlər üçün də yəni property-dən biz istifadə edəcəyik. Dostlar, o zaman gəlin məsələni çox uzatmadan mən istəyirəm ki, baxın bu add metodunun içərisini müvəqqəti olaraq biraz təmizləyək. Çünki biz artıq bunu add-i sadəcə variablelara məlumatı ötürmək üçün deyil də, birbaşa cədvələ məlumatı yazmaq üçün istifadə edəcəm. Həmçinin dostlar, get name, get quantity artıq ehtiyac yoxdur. Çünki onların da özünü mənə bu propertylərdən istifadə edərək mən onları təmin edəcəm. Dostlar, gəlin o zaman elə birbaşa burada bu xətt qoyduğum deməli yəni ərazidən aşağıya propertylərimizi başlayaq yazmağa. Dostlar, propertyləri yazmamışdan əvvəl təbii ki də propertylərin ümumi istifadəsini mən sizə danışdım, amma propertylər əslində bir xüsusiyyəti də odur ki, birbaşa biz member variable'lara private olduğunu çata bilmirik, amma propertylər vasitəsilə biz onlara çata biləcəyik. Əslində təməl istifadədə propertylərin məqsədi budur. Sadəcə biz bunlara biraz daha bu günləri fərqli xüsusiyyətlər də qazandıracağıq. Yaxşı dostlar, o zaman gəlin bir dənə property yazaq və bu işi tamamlamağa çalışaq. Mən istəyirəm ki, dostlar, indi mən MID adında bir member variable'ım var. Bu member variable'a mən istəyirəm ki, elə bir subprosedurum olsun, elə bir property'm olsun ki, mən ona məlumatı həm set eləyə bilim, yəni ki, ona mən məlumatı yaza bilim, həmçinin də o məlumatı oradan götürə bilim. Dostlar, kodumuz bu şəkildədir. Public yazacağım, həmən arxasında da property əlavə edəcəm. Dostlar, propertylər iki cür olur. Ya let ya da ki, dostlar, set olacaqdır. Dostlar, set olacaq. Daha doğrusu üzr istəyirəm, get olacaqdır. Let və get. Dostlar, let və get də deyirlər, bəzən set və get də deyirlər. Hansı ki, biz setter getter anlayışından keçən və danışmışdıq. Əslində, baxın, biz C# kimi dillərdə, həmçinin Java kimi dillərdə setter getterlər, əslində bizdəki let və get olacaqdır. Yəni, Excel VBA-də və bu şəkildə istifadə edəcəyik. Və təbii bizim case'imiz nə idi dostlar? Biz istəyirdik ki, MID, yəni ki, ID property member variable-na hər hansı bir məlumatı yazmaq, hər hansı bir məlumatı ötürmək istəyirəmsə, təbii ki də get olmaz. Bunun əvəzində nə olacaqdır? Və let olacaqdır. Let yazdıqdan sonra artıq dostlar bu property'yə bir ad verməyiniz mütləq şəkildə vacibdir. Və dostlar, əksər vaxtı buna birbaşa elə member variable-ın və yaxud ki sütun başlığının birbaşa adı veriləcəkdir. O səbəbdən əslində dostlar, member variable-ın qarşısında M altdan xətt yazılmasının səbəblərindən biri də budur ki, keçən dəfə bunu təbii ki demədim, sadəcə ümumi olaraq dedim ki, bu şəkildə yazılması daha yaxşıdır. Əslində indi isə demək tam yeridir ki, bax property olanda artıq M altdan xətt let yazmağa, yəni daha doğrusu M altdan xətt ID yazmırıq burada. Birbaşa ilə ID veririk ki, bu bizim yazdığımız member variable olan MID ilə birbaşa yəni bağlantılı olsun. Yəni ki, təbii ki, yazılışdan bağlantı yaranmır. İndi birazdan bağlantını yaradacağıq. Və dostlar, bir mötərizə açıram. Necə ki, dostlar, adi public sub hər hansı bir add deyirik və ya show deyirik. Eyni qaydada public property let demişik və ID demişik. Yəni, burada sizə yeni gələn, tanış olmayan property let bölməsidir. Bunun əvəzindən indiyənə qədər biz sub yazmışıq. Və dostlar, təbii ki də hansısa məlumatı biz indi private member olan MID-yə deməli ötürməliyik. Amma hansı məlumatı, bu hardan bilirik ki, hansı məlumatı hara ötürmək lazımdır? Təbii ki də bu anlayışda biz artıq parametrdən istifadə etməliyik. Dostlar, by-val deyək. Deməli, nə olsun? Yenə eyni qaydada altdan xətt ID yuxarıda olduğu kimi ID deyək, as bir integer tipli olacaqdır. Və dostlar, aşağı düşdüyümüz anda, baxın, normalda public sub, end sub yazırsa, indi isə public property və end property yazacaqdır. Və gördüyük nə olacaq dostlar? M altdan xətt ID-yə, yəni member variable-a mənim göndərdiyim bu ID-ni əlavə etmək. Baxın dostlar, property-nin işi bundan ibarətdir. Çöldən gələn məlumatı mən nə iş gördüm? İçəriyə doğru ötürmüş oldum. Yaxşı, bu let-lə bağlı olan, yəni ki, məlumatı ötürdüm. Bəs yaxşı, bu məlumatı geriyə necə qaytaracağam? Belə olduğu təqdirdə isə public property eyni qaydada property, bu səfər isə get metodundan, yəni get xüsusiyyətindən istifadə eləyəcəm. Dostlar, artıq burada da eyni qaydada public property get yazmışam, düzdürmü? Eyni qaydada burada da gəlib də elə birbaşa ID yazaraq da bu işi tamamlaya bilərsiniz. Yəni ki, burada düşünə bilərsiniz ki, eyni adda
necə olur da, yəni icazə verir. Çünki biz bilirik axı public sub-dakı sub prosedurlarda və ya funksiyonlarda eyni adda olmağa icazə vermir axı bizə, düzdür? Lakin propertidə elə bir problem yoxdur dostlar. Çünki elə burada məsələ ad deyil, bunun əsas məsələsi qarşısında yazılan bunun deməli tipidir. Yəni ki, birində letdir, birində isə nədir? Artıq get. Dostlar, get nə iş görəcək? Sadəcə ID, yəni özünün adı, adi function kimi fikir versiniz, artıq istifadə olunur. Yəni ID deyirəm, adını yazıram və geriyə nə qaytarsın? M ID-ni geriyə qaytarsın. Və təbii ki də dostlar, property get, yəni bir function kimi geriyə bir dəyər qaytardığı üçün də eyni qaydada mütləq şəkildə geriyə nə dəyər qaytaracaqsa, biz mütləq şəkildə onu verməliyik. Təbii ki də ID bir integer olduğu üçün də geriyə də bir integer qaytarması daha münasibdir. Və yaxşı dostlar, deməli, yəni baxın, property let ID, həmçində get ID yazdıq. Yəni ki, həm ID olaraq həm let eləyir, həm də get eləyir bu şəkildə. İndi isə gəlin bunu istifadə etməyə çalışaq. Dostlar, mən burada bu hissələrini təmizləmək istəyirəm buradan və burada artıq bread sales product, bread new sales product yazmışam. Burada obyekt yaranıb yaranmamasını artıq silirəm dostlar. Bunu düşünürəm ki, artıq bilirik, yəni harda obyekt yaranır, harda yaranmır və dim bread as sales product və set eləmişik. Və bundan sonra dostlar, biz bread dedikdən sonra baxın dostlar, artıq mənim qarşımda bir dənə add metodu, hansı ki bu add metodudur. Digəri isə mənim üçün add ID property'si olacaqdır. Dostlar, fikir versəniz biz burada property let ID və get ID yazmışıq, amma bu bizim qarşımızda bir dənəsini çıxardı. Yaxşı, biz hardan bilə bilərik ki, bu indi letdirmi yoxsa getdirmi? Baxın, bunu təyin etmək əslində çox rahatdır. Bu şəkildə biz yazdığımız zaman, baxın, qarşısında heç bir dəyər yazmadığımız zaman bu şəkildə bu şəkildə letdir. Əks təqdirdə yazmadığımız zaman isə bu artıq olacaqdır get. Yəni ki, mən o property'yə hər hansı bir dəyər əlavə etmirəmsə, bu mənim üçün get metodunun deməli çalışdıracaqdır. Əks təqdirdə hər hansı bir dəyər əlavə etdiyim zaman isə bu bizə get metodunu çalışdıracaqdır. Dostlar, gəlin baxın, indi bunu ilk öncə birbaşa run etməmişdən öncə istəyirəm ki, mən bunu F8 vasitəsilə bir debug rejimində addımlayaq, daha sonra digərlərini tamamlayarıq. Dostlar, F8, F8, F8. Baxın, bread ID bölməsinə gəldiyi zaman nə iş gördü? Birbaşa let bölməsinə keçmiş oldu. Məlumatını birbaşa MID-nin deməli member variable-ını əlavə etdi və işini bitirdi. Əks təqdirdə mən desəm ki, debug. Misal üçün print, daha doğrusu debug.print bərabər ehtiyac yoxdur təbii ki də burada bread.id yazsaq, artıq qarşısında heç bir dəyər olmadığı üçün baxın dostlar, bu görək get metodunu istifadə edəcəkmi? Tez şəkildə gələk F8 ilə addımlayaq, let eləsin. Baxın dostlar, debug rejiminə gəldikdə isə baxın, artıq birbaşa o get, yəni property'sinə keçmiş oldu. Dostlar, baxın, property, yəni istifadəsi bu şəkildə mümkündür. Ümumiyyətlə, bu şəkildə istifadə olunur. Yaxşı, indi isə dostlar, bayaqları add metodunun içərisində yazdığımız bu yoxlamaların bayaqları biz bir söz işlətdik ki, yəni uzun-uzun orada bütün deməli member variable-lara gələn dəyərlərin hamısını sanki eyni deməli sub-prosedur içərisində yoxlayırıq və kodların sayını çoxaldırıq. Lakin dostlar, artıq property bizə imkan verir ki, biz hər bir variable-ın, hər bir member variable-ın, hər bir sütunun məlumatını individual olaraq öz property daxilində yoxlayaq. Yəni ki, mən burada həm ID-ni yoxlayıram, həm name-i yoxlayıram və digər yoxlamaları edirəm. Bu əslində okey, yəni misal üçün texniki olaraq heç bir problem yoxdur əslində burada, düzdürmü? Lakin dostlar, sadəcə kod səliqəsizliyinə gətirib çıxardır, tamam, və bu şəkildə kod səliqəsizliyinin qarşısını almaqdan ötürü də biz bu yoxlamaların artıq özünü birbaşa propertylər içərisində verə bilərik. Baxın dostlar, indi gəlirəm birbaşa bu propertyyə. ID məsələ ki, mən bura ID göndərirəm. Bax, elə yerindəcə, bax bu hissədə if deyərəm, ID, misal üçün nə olsa sıfırdan kiçik olduğu zaman, bu mənə bir dənə, tutaq ki, bayaqları olduğu kimi də endif deyəcəm, message box vasitəsi ilə bir dənə mənə error qaytarsın. Və yaxud da ki, deyə bilsin ki, ID cannot be, deməli, less than 0 və yaxud da ki, 0 ola bilərdir. Və exit, deməli, property, təbii ki, burada artıq exit sapılan olmayacaqdır. Exit property olmalıdır. Dostlar, baxın, indi gəlin bir dənə də bunu bir debug rejimində etməyə çalışaq. F8 ilə addımlayıram, gəldim.
Baxın, ID 5 olduğu üçün heç bir problem yoxdur. Lakin gəldim, bunu -1 elədim. Misal üçün F8 ilə addımlayıram. Baxın, gəldi, mesajını verdi və exit property etdi və nə iş gördü dostlar? Baxın, prosesdən çıxdı və bu prosesi deməli tamamladı. Yəni sanki icazə vermədi ki, artıq nə iş görsün, yəni bu obyekt add olunsun və s. və ilaxır. İndi dostlar, baxın, mən burada ID-ni yoxladım. Sırf burada artıq mən ID-yə əsasən yoxlamaları edirəm. Əgər sizdə belə bir məsələ quantity ilə bağlı hər hansı bir yoxlama ediləcəksə, belə olduğu təqdirdə artıq siz gəlib də burada quantity-nin propertisi içərisində həmin onun yoxlamanı edəcəksiniz və artıq sabahları quantity ilə bağlı yoxlamalarda hər hansı bir səhv gedən bir proses var olduğu zaman artıq siz hər hansı bir nöqtədə hər hansı bir xəta axtarmayacaqsınız kodun içərisində. Gələcəksiniz property let quantity-yə və quantity-də olan kodlara baxacaqsınız ki, görək harada bir problem var və onu həll edək. Baxın dostlar, property-nin bizə əsas verdiyi töhfələrdən biri də bax elə bu kod səliqəsi, yəni strukturlaşdırılmış qəşəng kod yazmağa bizə imkan verəcəkdir. Dostlar, gəlin o zaman mən istəyirəm ki, bu property-ləri, hər ki bu yoxlamaları buradan siləcəm. Bunu daha yaxşı variantını birazdan göstərəcəyik. Bu property-lərin hamısını mən istəyirəm ki, videonun biraz daha sürətlənmiş bir şəkildə bunların hər birini tamamlayayım. Dostlar, mən bütün property-ləri artıq tamamladım. Fikir versəniz, eyni xarakterli, sadəcə öz deməli tiplərinə uyğun olaraq və təbii ki, öz member variable'larına uyğun olaraq bütün property-lərin hər birini bu şəkildə yazdım. Və həqiqətən dostlar, ümumiyyətlə professional bir proqram yazdığımız zaman da və beynəlxalq təcrübəyə baxdığımız zaman da bu şəkildə, yəni yuxarıdan aşağı səliqəli bir şəkildə hər biri bu şəkildə yazılmalıdır. Artıq bayaqları dediyimiz kimi hər hansı bir yoxlama, hər hansı bir xüsusi bir əməliyyat icra etdiyimiz zaman artıq hər bir ID-ni, ya da hər bir property-nin yoxlamasını və ya member variable-ın yoxlamasını öz property daxilində yazıb da o şəkildə yoxlayacaq. Tamam, dostlar, gəlin o zaman mən istəyirəm ki, artıq add metodu vasitəsilə də bu property-ləri necə istifadə edəcəyik, bir onlara baxmağa çalışaq. Dostlar, gəlin elə burada birbaşa mən istəyirəm ki, elə yeri gəlmişkən, baxın, burada by category as stringdə qalmışıq ən son və bir dənə də by val unit, deməli price as bir double kimi, eyni qaydada by val, deməli sales price as bir, deməli double kimi bu şəkildə bura əlavə edeyim. Dostlar, bunların hər biri, bu arqumentlərin hər biri, yəni artıq bizim deməli member variable-lara uyğun gələcək təbii ki də və sütun başlarına uyğun gələcəkdir. Sadəcə burada indi bir məsələ var. Biz əvvəllər nə iş görürdük? Birbaşa burada sözün ID göndərilmişdirsə, MID bərabərdir. Birbaşa yəni ID göndərilən parametrin özünü əlavə edirdik. Bu da birbaşa yenidən mənə gəlib də burada yoxlama etməyimə məcburiyyət yaradırdı, belə deyək. Lakin artıq buna ehtiyac yoxdur dostlar. Artıq mən birbaşa member variable deyil də bu add vasitəsilə mən birbaşa onu elə nəyə çağıracam? Bu property-nin özünü birbaşa çağıracam. Yəni ki, ID bərabərdir göndərilən parametrin ID-si. Artıq təsəvvür edirsiniz ki, name bərabərdir. Bizim üçün olacaqdır göndərilən parametr name. Həmçinin dostlar, quantity bərabər olacaqdır quantity-yə. Həmçinin kategory bərabər olacaqdır kateqoriyə. Həmçinin nə var burada? Tutaq ki, unit price. Deməli, unit price-ı necə yazmışıq? Bir dənə baxaq. Kiçini yazmışıq. OK, həmən düzəldirəm. Unit price-ı da eyni qaydada unit price bərabərdir. Unit price-a altdan xətt yazmamışıq deyəsən. Baxaq. Unit price, bəli. Unit price altdan xətt deyəcəm. Bu şəkildə P-ni də camel case-ilə yazaq. Burada da eyni qaydada altdan xətt deyəcəm. Və təbii ki də unit price olacaqdır və həmçinin sales price isə eyni qaydada deyəsən, bunu da kiçik yazmışıq. Həmən düzəlişini eləyək. Sales price-də isə olacaqdır bizim üçün sales price. Baxın dostlar, artıq bu yoxlama, daha doğrusu bu add prosesi birbaşa nəyin içərisindən demək gedəcəkdir? Property-lərdən gedəcəkdir. Baxın dostlar, artıq mən normalda burada yoxladığım if id kiçikdir və quantity kiçikdir sıfırdan yoxlamalarını artıq add metodunu içərisində yazıb da onu yükləməyimə gərək yoxdur. Gəlirəm aşağı dostlar. Misal üçün quantity bir yoxlama mı eləyəcəm? Gəlirəm burada yazıram ki, if əgər göndərilən quantity kiçikdirsə sıfırdan, then and if
Deməli, message box vasitəsilə mənə bir dənə xəta versin və exit təbii ki də property eləsin. Hələ ki bu şəkildə davam edək. Dostlar, baxın, artıq quantity-nin yoxlamasını elə birbaşa quantity-nin özünə yazmış oldum. Sabahları misal üçün desələr ki, burada tutaq ki, unit price eyni qaydada nəsə bir yoxlama etmək lazımdır. Tutaq ki, unit price də eyni qaydada sıfırdan tutaq ki, kiçik ola bilməz. Gəlirəm bunun da yoxlamasını eyni qaydada. Bunun içərisində aparacağım. Misal üçün error yazaq hələ ki buna exit property. Artıq dostlar, baxın, yenə də eyni qaydada add prosesi, yəni add sub proseduru içərisini nəsə doldurmağa və yükləməyə ehtiyac yoxdur. Gəlin dostlar, sırf bu hissəyə qədər bir dənə istifadə etməyə çalışaq. Deyəcəm ki, bread.add metodu. Baxın dostlar, hətta hələ ki propertylərdən istifadə etmirəm. Birbaşa add-in içərisindən yəni bunu istifadə etməyə çalışıram. Add deyəcəm və bundan sonra məndən bir ID istəyir. ID 1 olsun, həmçinin məhsulun adı çörək olsun, bread olsun, quantity 10 dənə, kateqoriyası nə olacaqdır? Food, həmçinin unit price olsun, tutaq ki 1, sales price olsun 1 nöqtə, tutaq ki 50 və s. Və bu şəkildə dostlar məlumatlarımızı əlavə edərək gedəcək. Və keçən dərsdə dediyimiz kimi, yəni bizim burada hələ ki əlimizdən manual olaraq qeyd edirik, amma gələn dərslərdə biz bir case üzərində çalışacağıq və bu məlumatların hər biri bizə text boxlardan gələcək. Təbii ki də sadəcə burada biz hələ ki praktik eləyərək ki, işin gedişatını öyrənirik. Gəlin dərslərdə görəcəyik. Və dostlar, bread deyəcəm. Misal olsun dostlar, gəlin elə name-ini bir debug etməyə çalışaq. Dostlar, debug nöqtə print deyəcəm. Baxın, artıq birbaşa mən property-yə müraciət elədim. Başqa nəyəsə sub prosedura və s. ehtiyac yoxdur. Gəlin hələ ki F8-dən addımlayaq. Baxın, görək haradasa xəta varmı? F8-dən birinci add metodu çağırılır. Bu add metodu özü-özlüyündə hər bir property-ni çağırır. Hər bir property-nin içərisində əgər yoxlamalar varsa, baxın, o yoxlamalardan keçir. Hər şey okeydirsə, nə baş verəcək dostlar? Add prosesi baş verəcəkdir. Baxın dostlar, burada əgər problem yaranmadısa, bunun altına yazdığımız kodların hər birində heç bir problem zaten yaranmamalıdır. Və ən sonunda dostlar, debug print deyəcəm. Baxın, getdi, get name-lə məlumatı gətirdi, gəldi və nə iş gördü? Immediate pəncərəsinə yazmış oldu. Bu da bizi göstərir ki, dostlar, bizim prosesimiz düzgün bir şəkildə çalışır. Artıq dostlar, baxın, bundan sonra biz nə iş görə bilərik? Öz cədvəlimizə müvafiq sətrə məlumatlarımızı əlavə edə bilərik. Baxın dostlar, gəlin artıq eləyək. Burada dostlar, biz nə iş görə bilərik? Dim lr as bir integer olsun, yəni son sətri bir tapmağa çalışaq və sheet 1-də məşhur olan bir son sətri tapma üsulundan istifadə edəcəm və count 1 indexer up nöqtə row deyəcəm. Hətta burada birbaşa plus 1 də eləyə bilərik ki, birbaşa ötürsün və bundan sonra düzgün yəni sütunlar üzrə, yəni this workbook deyək, sheets deyək və təbii bunun içərisində sheet 1 deyə bilərik. Bu şəkildə bir həmin səhifədə iş görəcəyimi mən bildirmək istəyirəm. Təbii sales LR sətrində hansı sütunda olacaq? Dostlar, ID sütunu baxın, birinci sütunda olduğu üçün mən onu hələ ki nə yazacağam? Birbaşa 1 yazacağam. Dostlar, biz gələcək dərslərimizdə təxmini 2 dərs sonra yəni planlaşdırmışıq. Biz enamlardan danışacağıq. Dostlar, enamlar bu dərsin yəni klass modul mövzusu deyil əslində, kənar bir mövzudur. Onun haqqında artıq biz YouTube kanalımızda deməli video paylaşmışıq onun haqqında. Yəni enamlar necə istifadə olunur, xüsusilə sütun başlıqlarından necə istifadə olunur. Biz artıq gəlib də burada 1 və s. əlimizlə manual nəsə yazmağımıza ehtiyac olmayacaqdır. Birbaşa bu məlumatların hər birini enamlardan gətirəcəyik. Dostlar, nöqtə value bərabərdir. Nə olacaqdır? Baxın, artıq burada məsələ nədir? Biz birbaşa member variable-ın özünə də müraciət edə bilərik dostlar və yaxud da ki, property-sinə də müraciət edə bilərik. Yəni, artıq burada seçim sizindir. Yəni ki, property-də, yəni geri qaytarılma dəyəri var, hansı ki, get metodları var da, belə deyək. Misal üçün, bizdə hələ ki, bizim кейsimizdə ona uyğun bir şey yoxdur, belə baxanda. Yəni ki, misal üçün, belə bir şey ola bilərdi, yaşla bağlı bir şey ola bilərdi. Mən get age deyəndə, o birbaşa gedib o property içərisində həmin məlumatı, belə deyək də, yaşını hesablayıb gətirə bilərdi. Yəni ki, mən bir property yarada bilərəm ki, o get olsun, yəni get property olacaq təbii ki də, ona müraciət edəndə sadəcə, yəni bu şəkildə bizdə yazdığımız kimi quru-quru sadəcə member variable-ları geri qaytarmayacaqdır. Bir hesablama eləyib də o bizə o yerini, həmin o dəyəri geri qaytara bilər. Dostlar, tamam, bura qədər danışdıqsa, o zaman ağlıma bir şey gəldi, elə yeri gəlmişkən. Biz unit price və sales price yazmışıq, düzdürmü? Buradan bizim qazancımız nə olacaqdır? Bir dənə də buna uyğun olaraq, baxın, bir dənə də sütun, sözünü əlavə edə bilərəm. Hansı ki, dostlar, bu əslində məcburi bir sütun deyil bu arada. Yəni ki, sadəcə
belə deyək, burada member variable kimi qalmasına da gərək yoxdur. Sadəcə bax bunu göstərmək məqsədi ilə belə bir şey eləyəcəm. Buna bir nə deyək? Unit price, sales price, ta ki revenue deyək də. Yəni sales price-dan unit price-ı çıxacam ki, yəni bu revenue hər bir yəni şey olaraq məhsuldan bizim yəni qazancımız nədir onu göstərsin. Baxın, yenə deyirəm, bu bizim üçün sütun burada sütun olaraq durur, amma bizim üçün önəmli deyil. Sadəcə göstərmək üçün eləyəcəm ki, hətta propertylərdə də nəsə iş görüldüyünü görəsiniz deyə. Əks təqdirdə məsələn bu şəkildə deyə bilərsiniz ki, nə gərək var da property-nin get olmasına. Elə member variable-ların üzündən gətirək. Yəni o da haqlı bir səbəbdir, bu da haqlı bir səbəbdir. Gəlin hələ ki MID yazacağam bura. Digərlərini də aşağıya doğru bir kopyalayaq. Bu şəkildə neçə dənə? 1, 2, 3, 4, 5, 6 dənə sütundur. 6 dənəsini də gətirək bu şəkildə bura. 2, 3, 4, 5 və 6 olsun. Baxaq, həqiqətən də 7-ci də birisi. Və bunlara name deyək. Bunlara quantity deyək. Buna kateqoriya deyəcəm. Bu birisinə isə unit price deyəcəm və həmçinin sales price deyəcəm. Və dostlar, artıq dediyim kimi növbəti artıq sütunu isə bizdə nədir? LR, yəni 7-ci sütunda biz artıq unit price ilə sales price-ı nə etməliyik? Bir-birindən çıxıb da ora nəticəni yazmalıyıq. Dostlar, baxın, biz bunu birbaşa deyə bilərsiniz ki, gəl burada neyinə ən uzağı M sales price, sonra M unit price elə bu şəkildə çıx, düzdürmü? Yəni mən bu işi burada görə bilərəm. Amma sabahları mən burada debug print kimi bir əməliyyat elədiyimiz zaman oradan get ta ki da bread.unit price çıxılsın, bread.sales price demək biraz işi uzatmış kimi olacaq, düzdür? Bax, onun əvəzində gəlib də biz burada artıq bir dənə nə iş görə bilərik? Public property əlavə edərəm. Get tipində olacaqdır. Bu da mənə nə qaytarsın? Revenue. Və gəlirəm aşağıya. Təbii ki də geri dönüş dəyərini də yazmaq lazımdır. Double yazaq. Və burada nə iş görəcək dostlar? Revenue bərabərdir M sales price-dan çıxılsın. M unitin price. Baxın dostlar, artıq mən də burada eyni qaydada, hətta burada belə bu şəkildə uzun-uzun yazmağa ehtiyac yoxdur. Elə birbaşa revenue yazsam, bu mənə həmin hesaplamanı gətirəcəkdir. Hətta dostlar, gəlin belə bir şey eləyək. Təbii bunu etdikdən sonra məlumatlar əlavə olunacaqdır. Burada debug etdiyimiz zaman birbaşa bu revenue-nun özünü də həmçinin geri qaytararaq görə həqiqətən də baxın member olmaya və ki property yəni zaten var, member olmaya property-dən o hesaplamanı elib geri qaytara bilirmi? Obyektin bu hissəsində yoxlayaq. Gəlirəm dostlar, eyni qaydada məlumatları əlavə etməyə. Baxın, biraz sürət şəkildə keçəcəm bu hissələrini. Bu şəkildə əlavə edir və əsas məsələ gəlir məlumatları əlavə etməyə. Baxın, son sətri hesabladı. MID bu hamısını member variable-lardan götürür. Baxın dostlar, məlumatların hər birini əlavə eləyə getdi. Revenue hissəsinə gəldiyimiz zaman isə keçir get tipində olan bu property-yə. Baxın, sales price 1.5-dir, unit price 1-dir. Geri revenue nə qaytaracaqdır? Tutaq ki 0.5. Və baxın dostlar, revenue-nu 0.5 kimi geriyə qaytardı. Hətta və dostlar, baxın, indi mən bunu prosesi tamamladım. Gəlin eyni qaydada birbaşa çağırdığımız zaman, yəni ki, bread.revenue etdiyimiz zaman da geriyə nə qaytaracaqdır? Bir ona da baxmağa çalışaq. F8 ilə adımladığımız zaman, daha doğrusu F5 ilə birbaşa run etdiyimiz zaman, baxın, geriyə birbaşa 0.5-i qaytarmış oldu. Həqiqətən də 1.5-dən 1-i çıxanda geriyə 0.5 qaytdığını bilirik. Baxın, burada həm biz let metodu, yəni let property-sinin həm yoxlama hissəsindən də istifadə etdik. Həmçinin dostlar, get kimi bir property-də də əslində sadəcə quru-quru, yəni member variable geriyə qaytarmaq əvəzinə, onun əvəzinə birbaşa orada hesablama eləyərək də məlumatı geri qaytardığımızı da görə bilərik. Və təbii ki də bundan sonra artıq siz öz işinizdə uyğun olaraq bunların hər birini tətbiq eləyə bilərsiniz. Dostlar, növbəti mövzumuz isə error handling ilə bağlı olacaqdır. Dostlar, error handling, xətaların handle olması, yəni ələ alınması propertylərdə, xüsusilə class modullarda, yəni propertylərdə xüsusi bir önəm daşıyır. Hansı ki, dostlar, biz əslində kiçik də olsa bunun nümunəsinə baxmışıq. Sadəcə bu belə deyək, tam professional bir yoxlama deyil, çünki bunun müəyyən bir problemləri var. İndi bu problemlər üzərindən gedib də daha sonra isə daha yaxşı necə bu xətaları qarşısını almaq olar, bizə daha yaxşı nəticə göstərəcəkdir. Onlar haqqında danışmağa çalışacağıq. Dostlar, fikir verin, burada biz müəyyən prosedurlar, yəni daha doğrusu propertylər daxilində müəyyən yoxlamalar etmişik. Onlardan biri quantity-nin 0-dan kiçik olmasıdır. Dostlar,
bu sıfırdan kiçik ona görə yazmışdıq ki, həqiqətən də ən az bir məhsul daxil olduğu zaman aydın məsələdir ki, sıfırdan kiçik ola bilməz, düzdürmü? Yəni ki, ən azından bir belə 1 olmalıdır. Baxın, mən burada isə sıfırdan kiçik olma halını burada yoxlamışam. Yəni demişəm ki, quantity 0-dan kiçikdirsə quantity, bu mənə bir xəta verməlidir və prosesi dayandırmalıdır. Lakin dostlar, bizim əslində burada prosesimiz dayanmır. Necə ki dostlar, baxın, gəlirəm public property eləyəcəm. Yəni burada bir breakdown qoyaq və F5 kliklədiyimiz zaman baxın, quantity yəni 10 olduğu üçün bu gəlib bunun üzərindən keçir və proses normal şəkildə davam edir. Əks təqdirdə mən gəlib də burada -5 yazsam, misal və yenidən F5 desəm, baxın dostlar, quantity 5-də 0-dan kiçik olduğu üçün bu if şərti çalışacaqdır. Mənə bir dənə mesaj verəcəkdir, error və exit property eləyəcəkdir. Dostlar, exit property eləməyinə eləyir. Lakin dostlar, fikir verin, digərlərini isə hələ ki davam elətdirir və hətta ən sonda nə iş görür? Gəlir də məlumatların hamısını səhifə üzərinə yazdırır. Və mən öz səhifəyə baxdığım zaman da, baxın dostlar, bütün məlumatların hamısını burada görə bilərsiniz. Hələ plus da onun üzərinə quantity-nin 0 olduğunu görə bilərsiniz. Axı dostlar, biz öz şərtimizdə qoymuşduq axı ki, 0-dan kiçik olanda, yəni bu proses dayanmalıdır. Ümumiyyətlə bu məhsul bura əlavə edilməməlidir. Axı yenə də edilibdir. Baxın dostlar, burada artıq biz bu şəkildə bir yoxlamadan deyil də, daha fərqli bir yoxlamalardan istifadə edərək bu prosesi ümumiyyətlə dayandırmalıyıq. Yəni ki, bayaqlar olduğu kimi sadəcə mesaj verib exit property eləyib də yenidən yoluna davam etməməlidir. Yerindəcə bu proses dayanmalıdır. Baxın, bu hissədən etibarən dostlar, biz error rise və ya ki, error handlingdən istifadə edəcəyik və bundan sonraki proseslərimizə onlarla davam edəcəyik. Dostlar, videonun bu hissəsindən etibarən mən istəyirəm ki, bilməyən yoldaşlar üçün və ya biraz zəifli olan yoldaşlar üçün bu error handlingin nə olduğunu kiçik nümunələr üzərində göstərim. Əgər sizin məlumatınız varsa daha öncədən, yəni bu hissəsini keçid edə bilərsiniz. Dostlar, modul 3 daxilində test bir public sub içərisində mən istəyirəm ki, error handlingin nə olduğundan danışım. Dostlar, biz ümumiyyətlə errorları harada görürük? Gəlin ilk öncə ondan başlayaq. Biz misal üçün bir number as bir byte kimi bir dəyər tanımlaya bilərik və bu number'a fikir versəniz, mən byte demişəm. Dostlar, byte bilirik ki, 0 və 255 arasında məlumat deməli saxlaya bildiyi üçün mən buraya gəlib demişəm, hər hansı bir 120 yazdığımız zaman və bunu misal üçün F8 ilə, daha doğrusu message box vasitəsilə bir bunu həmçinin çap eləyək və F5 kliklədiyimiz zaman bu bizə 120-ni göstərəcəkdir. Yəni heç bir problemsiz işləyəcəkdir. Əks təqdirdə dostlar, mən gəlib buna məsəl üçün 256 yazsam, yəni ki 255-in 1 üzərinə belə deyək də, yəni 250 maksimum 255-dir, onun üzərinə nəsə bir məlumat əlavə etsəm və run düyməsinə klikləsəm, baxın dostlar, bizə tanış olan bir pəncərələrdən biri olan, yəni bu runtime error pəncərəsi gəlir və fikir versəniz, xətanın tipinə uyğun olaraq bu bizə overflow, həmçinin də xətanın tipi nədir? 6 olduğunu görə bilərsiniz. Baxın dostlar, bunların hər biri, yəni bu pəncərənin özü, bu deməli kodun çalışması zamanı. Ona görə xüsusilə burada runtime error yazılıbdır. Yəni runtime zamanı. Normalda dostlar baxın, bizə heç bir xəta vermir. Düzdürmü? 256 yazanda bu bizə hər hansı bir xəta vermir. Amma F5 zamanı, yəni daha doğrusu runtime zamanı, yəni F5-ə klik etdikdən sonra o bizə bu pəncərəni çıxarmış olur. Baxın dostlar, bu pəncərəni əslində bizim özümüz də həmçinin çıxara bilərik əslində. Bunu da necə edəcəyik? İndi gəlin baxaq. Dostlar, misal üçün bunu etmək üçün biz burada error-ı, yəni errorun qısaltması .rise adında dostlar bir dənə metodumuz var. Bu rise metodu bir dənə xəta mesaj, daha doğrusu debug, yəni o runtime deməli error pəncərəsini çıxarmaq üçün istifadə olunur. Və fikir verilirsə orada bayaqları overflow'da 6 yazılmışdı. Hansı ki bu artıq siz bilirsiniz ki dostlar, kompüter, yəni elementlər və kompüter sahəsində müəyyən xəta növləri var. Onlar hamısı yəni müəyyən ədədlərlə ifadə olunur. Hətta ən məşhur xəta növlərindən biri 404-dür. Biz onlar hamısını görürük. 404 not found və s. yazılır. Bax burada bizdən fikir versəniz, biz özümüz əlimiz ilə error.rise deyib də bir xəta çıxaracağımız üçün, hansı ki sistemdə olmayan, bu bizdən bir number istəyir. Dostlar, təbii ki də biz burada gəlib də 404 yazmamız falan əslində uyğun deyil. Çünki 404 adında artıq nə var? Yəni bir xəta var. Həmçində VBA-in dokumentasiyasına baxa bilərsiniz dostlar. Oradakı maksimum
xəta deməli nömrəsi 512-dir. Düzdür, 1004 də var, amma 512-dir. O səbəbdən bundan sonra bizim öz xətalarımızı yaratmamız üçün əgər bizdən bir nömrə tələb olunacaqsa, mən minimum bura gəlib nə yazmalıyam? 513 yazmalıyam. Ta 1004-ə qədər, yəni 500 dənə xəta növünü mən özüm burada yarada bilərəm. İkinci arqument olaraq bizdən dostlar nə istəyir? Source istəyir. Bu arada bunları yazmaya da bilərsiniz, amma təbii ki də yazmaqda da fayda var. Source olaraq nə istəyir bizdən? Məsəl üçün modul 3-də olan tutaq ki test metodu proseduru içərisində yəni bu xəta yaranır. Hətta xətanın harda yarandığını da bildirmək üçün yəni bu önəmlidir. Çünki biz bundan sonra propertilərlə falan işləyəcəyik dostlar. Yəni propertilərlə çalışdığımız zaman da xətanın harda baş verdiyini bu şəkildə yəni bu source bölməsindən tuta bilərik. Və həmçinin description bölməsində isə bu xətanın nə olduğunu yaza bilərsiniz. Məsəl üçün hər iki yazaq, məsəl üçün test error yazaq. Və dostlar, baxın, F5 düyməsinə kliklədiyimiz zaman fikir verin, bayaqki pəncərənin sadəcə bizə xas olan, məsələn 513 kodlu, həmçinin test error burada description yazıbdır və s. axır hamısını burada görə bilərsiniz. Burada sual verə bilərsiniz ki, modul 3 niyə yoxdur? Əslində dostlar, modul 3 də var. Sadəcə onu o pəncərədə göstərmir. Biz bunu normalda error.description-dan da götürə biləcəyik. Birazdan zaten biz buna baxa bilərik. Baxın dostlar, description burada var, həmçinin daha doğrusu source var. Description digər test errordur. Burada həmçinin number və s. Yəni biz bura nə əlavə ediriksə, bütün o deməli xüsusiyyətlərin hamısı orada mövcuddur. Yaxşı dostlar, bu bizim xətamızın çıxarılması idi. Hansı ki bu xətanı biz ortaya çıxardırıq ki, yəni burada falan yerdə bir problem var və bizim prosesimiz dayanır. Lakin dostlar, biz yaxşı bu xətanın yəni təbii ki də çıxardığımız kimi biz bunu da tutmalıyıq. Yəni bunu handle eləməliyik. Yaxşı, bunu necə eləyəcəyik? Gəlin baxaq. Dostlar, bunun üçün on error deməli, misal üçün belə bir şey ola bilər. Go to exit deyə bir yazılış yaza bilərəm və belə bir məsələ olsun. Deyim misal üçün mənim bir dəyərim olsun number, hətta bayaq olduğu kimi dostlar quantity olsun. Quantity as bir integer deyək və quantity bərabərdir tutaq ki 50. Dostlar, baxın, quantity 50 demişəm, düzdürmü? Amma bizdən belə bir şey tələb oluna bilər. Mən istəyirəm ki, quantity 100-dən, yəni 0 ilə, 1 ilə 100 arasında olsun. Yəni ki, 101-də də xəta versin, 0-da da və aşağısında da eyni qaydada xəta vermiş olsun. Baxın, əgər mən burada gəlib də quantity-yə 50 versəm, heç bir problem yoxdur. Yox, əgər gəlib də burada, məsəl üçün, quantity 120 verəndə nə baş verməlidir? Bax, bu xətanı mənim üçün atmalıdır. Belə olduğu təqdirdə dostlar, biz artıq nə edəcəyik? Baxın, gəlib deyəcəm ki, if əgər, misal üçün, quantity, tamam, bərabərdir, daha doğrusu böyükdürsə, tutaq ki, 100-dən və yaxud da ki, quantity kiçikdirsə 1-dən, nə baş versin dostlar? Ortaya bir dənə xəta çıxarsın. Bu xətamız da olsun bizim üçün nə? Error rise. Dostlar, bayaqları dediyim kimi təkrar edirəm. Yəni burada errorun 513 mən əlimlə yazdım. Siz burada təbii ki də öz xətalarınızı belə bir list şəklində düzəldə də bilərsiniz. Dokumentasiya eləyə bilərsiniz ki, 513 olanda nə bilim overflow olsun, 514 olanda nə bilim başqa bir xəta olsun, boşluq xətası. Yəni bu şəkildə qruplaşdıra bilərsiniz. Modul 3 testdə baş verəcəkdir. Həmçinin dostlar, test error deməyək artıq. Quantity, belə bir xəta mesajı verək ki, quantity cannot be less than tamam, 0-dan, həmçinin dostlar, daha doğrusu 0 deyək də 1-dən or deməli greater than və ya ki, more than yazaqsa daha düzgün olaraq düşünürəm ki, more than 100-dən artıq ola bilməz. Baxın dostlar, bu iki xətada, yəni bu iki prosesdə artıq nə baş verməlidir? Yəni bu xəta ortaya çıxmalıdır. Bunun da əvəzinə, yəni ki, message box vasitəsilə eyni qaydada quantity-ni mən burada çapa vermək istəyirəm. Dostlar, bu artıq buradan bu yazılışdan başa düşəcəksiniz ki, mənim əgər quantity 0, yəni 1 və 100 aralığında deyilsə, bu xəta mesajı ortaya çıxacaqdır və təbii ki də message box-u oxumayacaqdır. Əks təqdirdə bunun üzərindən keçib də nə baş verəcəkdir? Message box vasitəsilə quantity-ni çapa verəcəkdir. Gəlin indi baxaq. Məsəl üçün dostlar, mən gəlib burada yazsam 50 və dostlar, hələ ki dostlar, onun error go to exit-i buradan siləcəm. Bunu biraz bura yazmaq tez oldu. Hələ ki bunu silirəm, birazdan baxacağıq. Və dostlar, F8 ilə addımlayıram. Baxın, quantity 100-dən 1 və 100 arasında olduğu üçün heç bir problemsiz getdi, çalışdı.
Əks təqdirdə mən bura 120-yə yazsam və dostlar F5-ə kliklədiyimiz zaman baxın dostlar mənim xətamı ortaya çıxarmış oldu. Bəs yaxşı dostlar, mən bu xətanı ortaya çıxardıram, amma axı mənim istifadəçim bilmir axı burada debug nədir, end nədir və s. düzdür? Yəni bu şəkildə olması düzgün deyil. Mən elə bir şey düzəltməliyəm ki, artıq burada mənim istifadəçim bunu görməməlidir artıq. Yəni bunu mən artıq arxa planda üstəsindən gəlib də istifadəçimə onun başa düşəcəyi dildə bir mesaj verməliyəm və prosesimə düzgün şəkildə davam etməliyəm. Dostlar, baxın, burada isə bayaqları olan on error go to exit-i yenidən aktivləşdirəcəm. Bu nə deməkdir dostlar? Adı üstündə. On error olanda go to exit elə. Hara get? Gəlirəm dostlar, bu exit bölməsinə. Artıq bunu bilirsiniz. Go to exit məsələsini. Və exit-ə gəldiyi zaman, baxın, burada artıq mən həmin o deməli xətanı tutmağa çalışacağam. Dostlar, if əgər error nöqtə, baxın dostlar, number. Əgər errorun number'ı nə olacaq dostlar? Mənim yazdığım, məsəl üçün 513 olası olsa, bu mənə artıq bir konkret mesaj çıxaracaqdır. Dostlar, baxın, burada yazdığım əslində mesajı mən gəlib də burada yaza bilərəm. Çünki mənim artıq istifadəçim bunu deyil də, mənim message boxumu görmüş olacaqdır. Və nə eləsin dostlar? Artıq başqa bir şey ehtiyacı yoxdur. Sadəcə bu mesajı verəcəkdir və bundan sonra başqa iş görməyəcək və intisabı tərk edəcəkdir. Və dostlar gəlirəm. Baxın indi 513, daha doğrusu F8 ilə adımlayıram. Quantity 120-dir. Gəldi, xətasına fikir verdiniz. Verdi əslində, atdı. Sadəcə on error go to exit etdiyimiz üçün message boxu artıq oxumadı. Yəni bundan sonra gələn nə qədər kod varsa heç birini oxumadı. Birbaşa error number 513-ə gəldi, yoxladı. Yoxladı ki, həqiqətən mənim 513-dən atılmış bir errorum var. Yəni rise olunmuş bir errorum var. Message box count deyəndə dostlar nə baş verdi? Fikir verin, həmin mesajı mənim istifadəçimə ötürmüş oldu. Baxın dostlar, bu şəkildə siz öz errorlarınızı rise eləyə bilər, ortaya çıxara bilər, həmçinin də onu tuta bilərsiniz. Dostlar, bu hissəyə qədər errorla bağlı olan məsələlər idi. Dostlar, gəlin indi öyrəndiklərimizə, yəni error handlingi artıq öz bu product deməli klassında da istifadə etməyə çalışaq. Dostlar, gəlirəm aşağı, baxın, bizim burada nəyimiz var? Quantity'miz. Hansı ki, quantity sıfırdan aşağı olma durumunu biz yoxlayırıq. Dostlar, artıq burada biz kiçikdir quantity, message box, exit property falan əslində yazmamıza ehtiyac yoxdur. Gəlirəm bunların hamısını buradan silirəm və burada yazacağımız sadəcə nədir? If əgər, yenə eyni qaydada quantity kiçikdir sıfırdan, then dostlar nə baş verməlidir? Artıq error.rise olmalıdır. Dostlar, error.rise deyək. Məsəl üçün bizim sıfırdan artıq özümüzdə bir standart qururuq ki, ta ki sıfırdan kiçik olma dəyərləri, sıfırdan kiçik olma halları, bu errorlar bizim üçün artıq 513 olsun. Yəni ki, mən artıq 513-ü sırf bunun üçün istifadə edirəm. 513-dür. Sorsa düşünürəm ki, gərək yoxdur. Yəni, ola da bilər əslində. Yəni, yazaq ya da, yəni problem deyil. Bunun hansı CLS product deməli içərisindədir. Deməli, hansı property-dədir? Quantity property-də baş verəcəkdir. Və dostlar, description olaraq da artıq burada yazmamıza artıq gərək var. Çünki bayaqları özümüz message boxun içərisində yazdıq. Əslində artıq ona ehtiyac yoxdur. İndi burada daha professional variantını göstərəcəm. Quantity cannot be less than deməli 0. Tutaq ki, tamam sıfırdan deməli kiçik ola bilməz. Hətta burada dostlar sıfırdan kiçik ola bilməz. Hətta burada bərabər yazmağımız düzgün olardımı? Yox, olmaz təbii ki də. Sıfır da ola bilməz. Yəni bu mütləq şəkildə birdən heç olmasa başlamalıdır. Quantity cannot be less than 0. Baxın dostlar, bir sətir kodda mən bu xətanı ortaya çıxardım. Yaxşı sual. Dostlar, biz bayaqları bir prosedur içərisində biz bunların hamısını yoxlamış olduq, düzdürmü? Yəni ki, yoxladıq və onu orada tutduq. Bəs yaxşı, mənim burada atdığım, yəni rise etdiyim erroru mən harda tutacağam? Hansı hissədə tutmalıyam? Baxın, bunu artıq biz bu proseslər, quantity deməli propertisi harda çağırılır, həmçinin harda istifadə olunur, əsas həmin o hissədə tutmalıyam. Bu da dostlar, hansı hissədir? Baxın, bizim modul 2-də yazdığımız public subtest, burada yazdığımız bu hissədədir. İndi baxın, mən burada bread.add demişəm, düzdür. Hətta bunun artıq düşünəm ehtiyac yoxdur bunlara. Burada mən add etmək istəyəndə, burada mənə nə göstərirdi? -5 yazmışdım. Bu da bizdən burada error çıxaracaqdır. Yaxşı, sual, sizcə
mən gəlib də burada həmin o məlumatı burada yazdığını görəcəmmi? Gəlin yoxlayaq. Baxın dostlar, buranı buradan silirəm və dostlar bunu F5 düyməsindən klikləyəndə nə baş verdi? Runtime error 513 bizim yaratdığımız erroru, süni erroru atdı və quantity cannot be listəni yazdı. Dostlar, təbii ki də bayaqlara dediyim kimi mənim istifadəçim hardan bilir ki, debug nədir, end nədir və s. düzdür? Debuga basası olsa gəlib kod səhifəsini görəcəkdir, düzgün deyil. Yenidən run eləsə yenidən bunu görəcəkdir. End desə proses dayanacaqdır və dostlar həqiqətən də baxın, product bölməsinə gəldiyi zaman nə baş verdi? Heç bir məlumatı yazmamış oldu. Əks təqdirdə bayaqlara axı quantity digər yoxlamasını etdiyimiz zaman nə baş verir dostlar? Məlumatı, mesajı verirdi, amma məlumatı yazırdı. Yaxşı dostlar, bayaqki sual təkrar edirəm. Bizim istifadəçimiz bu pəncərəni bilmir, yəni nə olduğunu başa düşmür. Bəs yaxşı, bunu necə eləyə bilərik ki, başa düşəcəyi səviyyədə olsun? Baxın, bayaq yazdığımız, gəlirəm deyəcəm ki, on errorda go to, baxın dostlar, error handler. Bu şəkildə bir yazı yazırlar əksər vaxtı, hətta burada tam yazaq, error handler deyək və indi sual. Biz set breed nothing'dən qabağa yazmalıyıq bunu, yoxsa arxa yazmalıyıq? Dostlar, biz əslində bayaqları hara yazmışdıq? Ən sona yazmışdıq. Amma dostlar, bu şəkildə obyektlərlə işlədiyimiz zaman biz əslində set breeddən qabağa, yəni nothing'dən qabağa yazmalıyıq. Çünki bunun bir dənə səbəbi var. Biz dostlar, baxın, mənim deməli xətam quantity bölməsində baş verir. Amma ona qədər dostlar, mən əslində breedi yaradıram, ona set eləyirəm. Hətta breedin içərisində onun ID-sini, adını falan verirəm. Yəni ki, müəyyən səviyyədə bir iş görülür. Yəni xətaya qədər müəyyən bir iş görülür. Bax, həmin o işlərin özünü də həmçinin sıfırlamaqdan ötürü əslində nothing-in qarşısını yazmaq daha düzgün olacaqdır. Və dostlar, error handler deyəcəm, 2 nöqtə ilə bərabər və burada artıq yoxlamamı eləyə bilərəm. Deyəcəm ki, error nöqtə, bunun number'ı, atdığım number əgər 513-ə bərabərdirsə, baxın dostlar, then, indi fikir verin, error nöqtə, bunun description. Amma bunun error nöqtə, bunun description nə eləyək? Message box vasitəsilə çapa verək. Dostlar, baxın, bayaqları mən digər modullar necə yazmışdım? Message box demişdim, özüm öz əlimlə yazmışdım. Burada olanı təkrar eləmişdim bir növ. Halbuki bunu birbaşa göstərdiyim kimi bayaqları source var, description və s. var. Bu şəkildə description'ını yaza bilərik. Hətta bunu biraz da qabağa aparmaq istəyirəm dostlar. Description yazsın, arxasınca da siz nə eləsin? Belə bir şey eləsin. Baxın, xət qoysun belə bu şəkildə və yəni deməli birləşdirmə əməliyyatı r nöqtə deməli source. Yəni ki, hansı faylda, hansı hissədə də eyni qaydada xəta verdiyini də bir şəkildə bizə göstərsin. Baxın dostlar, bir sətir kodda hamısını ələ almış oldum. İndi gəlin yoxlamağa çalışaq. Elə birbaşa quantity-yə artıq bildik ki, burada xəta baş verəcək. Birbaşa bura breakdown əlavə edirəm. Deməli, bu hissədə deməli 5 klikləyək və gəlirəm quantity 5-dən 0-dan olsa kiçik olduğu üçün dostlar nə baş verəcəkdir? Error atacaqdır. Baxın dostlar, error atdı, birbaşa baxın hansı hissəyə keçdi. Çünki 10 erroru burada yazdığım üçün, burada bu xətanı handle elədiyim üçün gəldi error number bərabərdir 513, dirmi, bəli, message box vasitəsilə baxın, quantity cannot be less than 0, CLS product quantity-də bir problem olduğunu bizə göstərdi və dostlar, fikir verin indi, hətta burada mən unutmuşam locals window-nu açmağı. Local window-da dostlar, normalda breadin içərisinə, baxın dostlar, ən azından ID-ni və name-i doldurduğu üçün və ümumiyyətlə deməli obyektin özünü yaratdığı üçün, lakin bundan sonra nə edəcək dostlar? Birbaşa həmin o breadin özünü də təmizləyəcək ki, heç bir əlavə iş görülməsin. Dostlar, və F5 düyməsini kliklədiyimiz zaman proses tamamlanır. Və dostlar, gəlirəm öz Excel səhifəmə. Baxın dostlar, heç bir məlumat bura əlavə edilməyibdir. Və təbii ki də burada düzəliş etsəm, desəm ki 10 və dostlar, run düyməsindən kliklədiyimiz zaman, təbii buradan F5-dən kliklədiyimiz zaman, baxın, heç bir problemsiz məlumatları əlavə etmiş oldu. Dostlar, fikir verirsiniz, yəni property, həmçinin error handlerlə bərabər əslində biz necə optimal bir kod yazırıq. Yəni düşünün, o if-lərdən qurtulmuş oluruq əslində. If falan şey quantitdən balacadısa, exit property elə və s. Bu tip işlərin hamısı artıq qaldı kənara. Nə baş verir? Artıq sadə bir şəkildə, yəni daha professional bir şəkildə biz errorları tutub da onları nə edə bilirik? Handle eləyə bilirik. Dostlar, əslində bugünkü dərsimiz bundan ibarətdir. Və bu günlər nə öyrəndik? Ümumi olaraq üzərindən keçmək istəyirəm. Biz öyrəndik ki, hər hansı bir klassın, produktın, ümumiyyətlə bir klass modulun
Keçən dərsdə öyrəndiklərimiz member variable'larımız var. Həmçinin member variable'lar üçün xidmət göstərən, onların daha kontrollu bir şəkildə set olunması, let olunması və ya ki get olunmasını bizə təmin edən müəyyən propertilər var. Hətta dostlar, keçən dərsdə biz kontrol sözündən daha çox istifadə edirdik. Xatırlayırsınızsa deyirdik kontrollu şəkildə məlumatların əlavə edilməsi. Baxın dostlar, o kontrollu şəkildə əlavə edilməsi məsələsi əslində bax bu error ilə tutduğumuz xətalar və yaxud da ki, davam etdiyimiz proseslərə əslində özündə ehtiva edir. Dedik ki, propertilər var, propertilərin let olması var, get olması var. Hər bir let və getdə biz həmin propertiyə əsaslanan və ya ki, həmin propertiyə xas olan müəyyən yoxlamaları, müəyyən yoxlamalardan da əlavə müəyyən bu şəkildə işləri də görə bilərdik, revenue işlərini də görə bilərdik. Həmçinin dostlar, error handlinglərini onları tutduq və ən əsas məsələsi isə public sub add kimi metodlarda həmin propertilərdən həmçinin istifadə etdik və burada necə optimal bir kod yazdığını da artıq siz görə bilərsiniz və bu şəkildə bugün öyrəndiklərimiz bunlardan ibarət edir. Dostlar, bugünkü dərsimiz bu qədər. Gələn dərsdə görüşənədək.